İtlər insanın ən qədim dostu və sadiq yoldaşıdır. Onların hekayəsi 10 min illərlə əvvələ, insanın hələ ovçu, toplayıcı olduğu dövrlərə qədər uzanır. İlk dəfə canavarlardan əhliləşdirilən itlər zamanla insan həyatının ayrılmaz hissəsinə çevriliblər. Bugün dünyada 340-dan çox rəsmi it cinsi mövcuddur. Balaca, oyuncaq ölçülü Chihuahua ilə nəhəng, güclü alabay arasında böyük fərqlər var. Hər bir cinsin öz xarakteri, qabiliyyəti və funksiyası var. Məsələn, Alman çoban iti ağıllı və çevik olduğu üçün polis və hərbi xidmətlərdə istifadə olunur. Husky isə soyuq iqlimlərdə xizək çəkməkdə məşhurdur. Golden Retriever və Labrador insanlara mehribanlığı ilə seçilərək çox vaxt terapiya və xilasedici işlərdə iştirak edirlər. İtlərin duyuları da insanlardan qat-qat güclüdür. Onların qoxu hissi bizimkindən təxminən 100 min dəfə çoxdur. Bu səbəbdən itlər narkotik, partlayıcı və hətta xəstəliklərin aşkarlanmasında istifadə olunur. Hətta bəzi tədqiqatlar göstərir ki, itlər xərçəng hüceyrələrinin qoxusunu da hiss edə bilir. İtlərin qulaqları da çox həssasdır. Onlar bizim eşitmədiyimiz yüksək tezlikli səsləri rahatlıqla duyurlar. Məhz buna görə itlər bəzən heç bir səbəb olmadan hürürlər. Çünki biz eşitməsək də onlar ətrafdakı səs-küyləri hiss edirlər. Bəs itlərin insanlarla bu qədər yaxın bağ qurmasının sirri nədir? Elm adamları sübut edib ki, itlərlə insan bir-birinə baxanda hər ikisinin beynində xoşbəxtlik hormonu, oksitosin ifraz olunur. Yəni onlar bizi sevir və bu sevgini hiss etdirirlər. İtlərin maraqlı xüsusiyyətlərindən biri də onlardır ki, hər bir itin burun izi unikal olur. Necə ki, insanların barmaq izi bir-birinə bənzəmir. İtlərin də burun izi tamamilə fərqlidir. Əlbəttə, itlər sadəcə ev heyvanı deyil, onlar qəhrəmandırlar. Dünyada saysız hesabsız hekayələr var ki, itlər insanları yanğından, zəlzələdən, hətta qasırğalardan xilas ediblər. Və ən əsası, itlər bizə sədaqətin, dostluğun və şərtsiz sevginin nə demək olduğunu öyrədirlər.